Hi, Mark. ABŞ lideri Donald Trump Ağ Evdə Ukrayna və Avropa ölkələrinin liderləri görüşü zamanı Azərbaycan və Ermənistanı misal gətirib. O, Almaniya kansleri Friedrich Merzin Rusiyanın üçtərəfli görüşə qədər atəşi dayandırmalı olduğu barədə fikrinə cavab verərkən hər iki ölkəni xatırladıb. Mən bundan əvvəl 6 müharibəni dayandırmışam. Atəşkəs olmayıb. Ötən həftə iki gözəl ölkə, Azərbaycan və Ermənistan. Onların arasında 35 il davam edən müharibə olub və burada da atəşkəs olmayıb deyə Trump bildirib. I will say, and again I say it, in the 6 wars that I've settled. Qeyd edək ki, Donald Trump Rusiyalı həmkarı Vladimir Putin zəng etmək üçün Avropalı liderlərlə görüşü yarımçıq dayandırıb. Bu barədə bir sıra xarici media orqanı xəbər verib. Məlumata görə telefon danışığı təxminən 40 dəqiqə davam edib. Donald Trump Vladimir Putini Vaşinqtonda Ağ Evdə keçirilən görüş barədə məlumatlandırıb. Qeyd edilib ki, Trump Putinlə söhbətində Rusiya-Ukrayna danışıqlarının birbaşa formata səviyyəsinin artırılması ideyasını müzakirə edib. Hər iki lider Ukrayna böhranı və digər aktual məsələlər üzrə qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər. Telefon danışığından sonra Ağ Evdə baş tutan danışıqlar bərpa edilib.